məhlullardan, yəni bircinsli məhlullardan çəkək. Həll olan maddədən və həlledicidən ibarət olan sistemə məhlul deyilir. Deməli, qısaca məhlul bərabərdir həll olan maddə üstəgəlinsin həll edici. Həll olan maddənin miqdarından asılı olaraq biz məhlulları 3 hissəyə bölürük. Doymuş, doymamış və ifrat doymuş. Doymamış hansıdır? Doymamış məhlul biz ona deyirik ki, sabit temperaturda həll olan maddənin yenidən müəyyən miqdarını həll edə bilirəmsə, bu doymamış məhluldur. Doymuş məhlulu isə deyirəm ki, sabit temperaturda həll olan maddənin yenidən müəyyən miqdarının həll ola bilmədiyi məhlul doymuş. Nə deməkdir? Misal üçün 100 qram su götürmüşəm. 100 qram suda maksimum 50 qram natri xlor həll eləyə bilərəm. Əgər 100 qram suda 40 qram natri xlor həll eləmişəmsə, bu doymamışdır. Çünki hələ mən 10 qram da həll eləməliyəm. 50-nin özünü həll edəndə doymuşdur. Çünki 50 qram həll edə bilirəmsə, 50-sini də həll eləmişəm. Bir də var ki, doymuş məhlulu qızdırıram. Sonra yenidən maddə əlavə edərək temperaturu misal üçün temperatur 30 dərəcə idi. Qızdırıram, gətirirəm 50 dərəcəyə. Temperatur artır deyə daha çox maddə həll eləyə bilirəm. Həll elədikdən sonra temperaturu yenidən qaytarıram 30 dərəcəyə. Buna isə deyirəm ifrat doymuş. Deməli, məhlulu həll olan maddənin miqdarından asılı olaraq 3 hissəyə böldük. Doymamış, doymuş, ifrat doymuş. Daha sonra keçirik həll olma əmsalı. Həll olma əmsalı nədir? Bu 3 hissəyə böləndən sonra bunlardan sual düşürmü? Yox, sual düşmür. Tərif formasında düşə bilər. Bizə əsas lazımdır həll olma əmsalı və digərləri. Həll olma əmsalına gəlin baxaq. Həll olma əmsalını mən işarə edirəm KH ilə. Həll olma əmsalı deyirik ki, maddələrin həll olma qabiliyyəti həll olma əmsalı ilə xarakterizə edilir. Yəni, bir maddənin həll olma qabiliyyəti deyilərsə, biz onu həll olma əmsalı ilə xarakterizə edirik. Müəyyən temperaturda 1 litr suda və yaxud da 1000 millilitr suda. Biz bilirik ki, yeganə maddəmiz sudur ki, onun 1 millilitrini 1 qram kimi götürə bilirik. Yəni, 1 litr suda, 1000 millilitr suda və yaxud da 1000 qram suda həll olan maddənin qramlarla ifadəsinə həll olma əmsalı deyilir. Və yaxud da 1000 qram suda həll edicidə həll olan maddənin maksimum kütləsinə həll olma əmsalı deyilir. Buna əsasən KH-ın düsturu bərabər olur həll olan maddə bölünsün həll edici. Vurulsun 1000. Misal üçün, gəlin indi buna aid misallara bax. Deyirəm ki, müəyyən temperaturda 160 qram suda 40 qram duz həll edilərək doymuş məhlul hazırlanır. Duzun həmin temperaturda həll olma əmsalını tapın. Bunu 2 üzr edəcəm. Həm düstur üsulu ilə, həm də ki, tənasüb üsulu ilə. Əgər düstur üsulu ilə etmək istəyirsinizsə, yazırsınız M duz bərabərdir 40-a. Həll edicimiz isə bərabərdir 160-a. Bu zaman düsturda yerinə qoyanda olasıdır KH bərabərdir 40 bölünsün 160 vurulsun 1000. Buradan da KH çıxacaq 250. Çünki 4də 1-dir, 1000-in də 4də 1-i 250-dir. Tənasüb üsulu ilə edəndə isə deyirsiniz ki, 160 qramında 160 qram suda 40 qram maddə həll edilib. Bəs 1000-də nə qədərdir? X. X da buradan bərabər olasıdır 250-yə. Həll olma əmsalının vahidi qram bölünsün litrdir. Və yaxud da başqa cür tapşırıqlara baxaq. Deyirəm ki, müəyyən temperaturda həll olma əmsalı, yəni KH-ı 250 qram bölü litr olan duzun 75 qramında neçə qram 75 qramından həmin temperaturda neçə qram doymuş məhlul hazırlamaq olar? Həll olma əmsalı 250-dir, məhlulumuz 75 qramdır. Yəni, burada necə edirik? M-imiz 75-dir.
75 qram maddədir, duzun kütləsidir. KH-ımız da 250-dir. Amma mən həll edicinin həcmini bilmirəm. Ona da sual işarəsi qoyuram. Düstura əsasən KH bərabərdir kiçik m bölünsün V-dən. V-ni tapsam olasıdır m bölünsün KH. Yəni 75-i bölürəm 250-yə, vururam 1000-ə, burada 1000-ə vururam. Nəticədə cavab olur neçə? 300. Deməli, burada 300 qram su var, 75 qram da maddə var idi. Bizdən ümumi məhlulu soruşur deyə, məhlulumuz nəyə bərabərdir? Maddə, yəni həll edici plus maddənin kütləsi. Yəni qısaca 75 plus 300. O da eləyir 375. Düstur kimi yox. Tənasüb kimi həll eləmək istəsək. Deyirik ki, 250 qramında 250 qram maddədən nə qədər məhlul alınır? 250 həll olma əmsalına görə 250 qram maddə varsa, nə qədər su var? 1000 qram su var. Onda alınan məhlul nə qədərdir? 1250. Deyirsən ki, 250 qram maddədən 1250 qram məhlul alınır. Bəs 75-dən nə qədər alınır? X da buradan bərabər olur 375-ə. Bunları bilmək lazımdır. Və yaxud da başqa cür nə sual verə bilər? Həll edicinin kütləsini verər, həll olma əmsalını verər, maddənin kütləsini istəyər. Yəni bu tip suallarda ya düstura əsasən, ya da tənasüb qurmaqla həll eləməyi bacarmaq lazım. Deyirik ki, suda yaxşı həll olan maddələrin, misal üçün natrium OH, turşularımız, suda həll olan duzlarımız, şəkərimiz, xörək duzumuz, suda yaxşı həll olursa, onların doymuş məhlulları qatı adlanır. Suda həll olmayanları isə duru olur. Misal üçün mən buraya yazıram bir dənə kalium xlor. Kalium xlor suda həll olur. Deməli, bunun suda məhlulu qatı məhluldur. Amma kalsium SO4 suda həll olmur. Deməli, bunun məhlulu durudur. Buna aid suallar da var. Suda həll olursa qatıdır, suda həll olmursa durudur. Daha sonra gəlirik, indi burada bir şey yadınıza salmaq istəyirəm. Duzlar dərsində keçəcəyik bu hissəni. Beyniniz qarışmasın deyə deyirəm. Yadınızda qalsın ki, natrium müsbət ionu, kalium müsbət, bir də NH4 müsbət ionu olan bütün duzlar suda həll olur. Hamısı həll olur. Turşu qalıqlarından nitrat turşusunun bütün duzları suda həll olur. Bunlar varsa duz mütləq suda həll olur. Xloridlərdən, yəni H-xlordan, gümüş xlor, qurğuşun xlor 2, bir də civə xlorid, o kitabda yox, testlərə düşmür deyə yazmadım. Gümüş xlor və qurğuşun xlor 2-dən başqa hamısı həll olur. Sulfatın isə sadəcə 5 duzu çöküntüdür, digərləri həll olur. Çöküntü olanlar bax bunlar. Gümüş sulfat, kalsium sulfat, qurğuşun sulfat, baryum SO4, stronsium SO4. Bunlar çöküntüdür hamısı. Digərləri hamısı həll olur. Digər turşuların isə yalnız natrium, kalium, amonium duzları suda həll olur. Misal üçün, orta fosfatın kalsium 3, PO4 ikisi suda həll olmur. Hardan bilirəm? Orta fosfatın yalnız natrium, kalium, bir də amonium duzu həll olur. Karbonat turşusunun yalnız bu 3 duzu həll olur. Digərləri hamısı çöküntüdür. Florid turşusunun yalnız ikisi çöküntüdür, hamısı həll olur. Sulfat turşusunun da bu 5 dənəsi çöküntüdür, hamısı həll olur. Nitrat turşusunun isə hamısı həll olur. Bu qayda şəklində çöküntüləri əzbər bilmək lazımdır ki, necə müəyyən edəcəksiniz. Çöküntünün məhlulu duru, suda həll olan maddənin məhlulu isə qatı olur. Gəldik davamına. Deyirik ki, bərk maddələrin suda həll olması endotermik prosesdir. Yəni, bərk maddələri suda həll edən zaman istilik udulur. Qazların suda həll olması isə eksotermik proses olduğundan deyirik ki, bərk maddələrin suda həll olmasına
Dedik, bərk maddələrin suda həll olması nədir? Endotermikdir. Endotermikdirsə onun əksi temperaturu artırmaq bərk maddələrin suda həll olmasını artıracaq. Amma qazları isə azaldacaq. Çünki qazların suda həll olması eksotermikdir. Temperaturdan asılılıq qrafikləri belədir. Bərk maddədə artır, qazda isə azalır. Təzyiq isə bərk maddələrin suda həll olmasına təsir etmir, qazların isə suda həll etməsinə düz mütənasibdir. Artanda artır. Bu qazdır, sabit olan isə bərk maddədir. Əzbər bilməliyik. Temperatur bərk maddəni artırır, qazı azaldır. Təzyiq isə bərk maddəyə təsir göstərmir, qazı isə artırır. Bunların hər biri məncə sizə aydın oldu. Düzdür. Gəlin keçək indi biraz test topludan həll olma əmsalına aid olanlara baxaq. Daha sonra isə mən yenidən qayıdacağam davamını izah etməyə. Bu günləri məhlulların hər biri izah olunacaq. Sualları dediyim kimi 2 hissəyə bölüb verəcəm sizə ki, tez bitirək. Dəqiq məhlulları açım. Sadəcə burada biraz başa düşmək lazımdır. Düsturlarını yerinə qoymağı bacarmaq lazım. Elə bilin ki, burada biraz fizikada rol oynayır da, düsturla işləməyi bilməlisiniz ya da tənasüblə, riyaziyyat. Misal üçün, deyir ki, hansı maddə suda həll olunur? Siz bilməlisiniz, bayaqları yazmışdım. Barium sulfat suda həll olunur. Bunlar sadədir, dediklərimizdən yaza biləcəksiniz. Suda həll olub, suda həll olmayanları tapacaqsınız ki, mən də onu sizə konspekt kimi dedim. Video izahda da yenidən baxa biləcəksiniz. Misal üçün 12. Deyir ki, 20 dərəcədə qablarda duzların verilmiş kütləsi suda tam həll olar. Dedik ki, kaliumun bütün duzları suda həll olur. Sulfat turşusunda barium, kalsium, stronsium, gümüş, qurğuşun bunları çöküntüdür. Ona görə barium SO4 həll olmur. Dəmir sulfatda çöküntü deyildi, ya tam həll olur. Cavabımız olur 1 və 3. Daha sonra davamına baxaq. Burada məsələlərə baxmaq istəyirəm. Misal 16-cı sual. Deyir 170 qram suda maksimum 112 litr amonyak həll olduğunu bilərək bu maddənin həll olma əmsalını hesablayın. Gəlin baxaq. 170 qram suda 112 qram amonyak. Mənim həll edicimin kütləsi 170-dir həcmi. Maddəm isə 112 litrin neçə qram olduğunu tapmalıyam. Bilirəm ki, amonyakın 22,4 litri 17 qramdır. 112 litri neçə qram olasıdır? X. X də bərabər olur 85-ə. Deməli, onda mənim KH-ım bərabərdir 85 bölü 170 vur 1000. O da eləyir 500. C bəndi. Yəni, bu cür həll eləyirsiniz. Daha sonra keçdim bu biri səhifələrinə. Bu biri səhifələrində baxaq sizə qaranlıq qala bilən hissələrə. Bu 18-19 sadədir deyə demirəm. 20-də bilməlisiniz ki, temperaturdan asılılıqdırsa bərk maddəni artırmalıdır, qazı azaltmalıdır. Ona görə cavab D bəndidir. Natrium nitrat bərk maddədir, onu artırıbdır. SO2 qazdır, onu azaldıbdır. Baxın, doymuş və duru. Suda həll olanlar qatıdır, suda həll olmayanlar durudur. 1 ilə 2 suda həll olmur deyə durudur. 3 ilə 4 suda həll olur deyə qatıdır. Cavab da olur A bəndi. Daha sonra 26-ya baxırıq. Sulfat turşusu ilə suyun qarışığını, məhlulunu mən qaynatsam, birinci buxarlanan su olasıdır. Amma su ilə xlorid turşusunu qaynatsam, məhlulunu, bu zaman birinci buxarlanan H-xlor olacaq. Çünki H-xlor özü adi şəraitdə qaz halında olan maddədir. Biz onun suda məhlulunu xlorid turşusu deyirik. Və ona temperatur verən kimi o uçub gedir. Ona görə doğru cavabımız A bəndidir. 27-də uşaqlar, həmişə uşaqları çaşır. Neyləyirsiniz? Ən yuxarıda olan 60 dərəcə deyəndə belə bir xətt çəkirsiniz. Ən yuxarıda olan hansıdır? NH4 xlordur. Deməli, ən yaxşı həll olanı NH4 xlordur.
sonra mis sulfatdır, sonra natrium klordur. Bu sual bu qədər bəsit bir sualdır. Gəlirik 28-ci suala. Müəyyən temperaturda 250 qram 20% duz məhlulu üzərinə 10 qram. Biz əvvəlcə 250-nin 20%-ni taparıq ki, görək burada nə qədər duz, nə qədər su var. 250-nin 20%-i eləyir 50 qram. Yəni 50 qram duzumuz var. 50 qram duzdursa nə qədər sudur? 200 qram sudur. Deyir, daha sonra duzun üzərinə 10 qram da duz əlavə elədim. 50 idi, üstünə 10 gəldim, neçə oldu? 60. Və nəticədə alınan məhlulun həll olma əmsalını istəyir. 60-ı bölürəm 200-ə, vururam 1000-ə, cavabı da alıram ki, cavab neçədir. Keçdik bu biri səhifəyə. Bu biri səhifədə suallar eyni oxşar tipdir. Deməli, baxaq misal üçün 31-ə. 31-də deyir ki, 800 qram 20%li duz məhlulunu doymuş hala gətirmək üçün məhluldakı suyun yarısı buxarlandırıldı. Aha, yaxşı. Baxaq, əvvəlcə duzu və suyu ayrıca yazaq. 800-ün 20%-i eləyir 160 qram. Deməli, nə qədər duzum var imiş? 160 qram duzdur. Və suyum nə qədərdir? 800-dən 160-ı çıxıram. Eləyir neçə? 800-dən 160-ı çıxdım. 640. Deyir, suyun yarısını buxarlandırdım. Suyun yarısı nə qədər eləyir? 2də 1-i. 320. 320-si gedibsə geriyə nə qədər qalıb? 320-si. Bundan 320-sini çıxıram, qalır 320. Və nəticədə məndən həll olma əmsalını istəyirsə, 160-ı bölürəm 320-yə, vururam 1000-ə və cavabı alıram. 500 eləyir. Bunlar da bunun kimi. Daha sonra gəldik misal üçün mən sizə 39-u izah edim. Müəyyən temperaturda 32,2 qram natrium sulfat və 10 mol su kristal hidratını 82 qram suda həll etdikdə doymuş məhlul əmələ gəlir. Natrium sulfatın həmin temperaturdakı həll olma əmsalını hesablayın. Gəlin baxaq. 32,2-də nə qədər su var, nə qədər duz var, onu tapmalıyam. Mənə lazımdır ki, tapım 32,2 qramın nə qədər suyu, nə qədər duzdur. Bu 82 ilə baxmırıq. Deyirsiniz ki, 322 qram kristal hidratda 1 mol natrium sulfat var, yəni 142 qram. Onda 32,2-də nə qədərdir? X. X deyir 14,2. Deməli, bu 32,2-nin 14,2-si natrium sulfatdır. Nə qədər sudur? 32,2-dən çıxıram 14,2-ni, suyun nə qədər olduğunu tapıram ki, bu da eləyir 18 qram su. Deməli, mənim maddəm 14,2-dir kristal hidratın tərkibində. 18 qramı isə sudur. Mən həll olma əmsalını tapmaq üçün deyir, sonradan 82 qram da su əlavə eləmişəm. 18 qram su idi, 82 qram da əlavə eləyirəm, olur 100 qram. Və nəticədə mənim 100 qram suyum 14,2 qram isə duzum olur. Və məndən həll olma əmsalını istəyir deyə 14,2-ni bölürəm 100-ə, vururam 1000-ə. Bu da eləyir 142. D bəndi. Sonra uşaqlar, bu biri səhifələrə baxıram ki, çətin olanları eləyim. Aha. Çox da həll olma əmsalı üzərində dayanmaq istəmirəm ki, vaxtımız çox getməsin. Hələ bundan sonra da izahı var çünki. Deməli, gəldik misal üçün 56-ya. Deyir, həll olma əmsalı 400 qram bölü litr olan duzun doymuş məhlulunun 280 qramında neçə qram duz var? Baxın, bayaqları mən sizə izah elədimmi, dərsi izah edəndə? Onun kimi sualdır. 280 qram məhluldur. Düzdür. 280 qramında nə qədər duz olduğunu bilmirəm. Amma həll olma əmsalıma görə 400 qram məhlul həll olma əmsalıdırsa, məhlulum 1400-dür deyə 1400-də 400 qram duzdur, 280-də x. Bu tənasüb yoludur. Deyirsən ki, məhlulum həll olma əmsalına görə 1400-dür, 1400-də 400 qram maddədir. Amma mənə məhlulu 280 veribdir, 280-ə x-dır. Buradan da x-i tapırsınız ki, x neçə edir? Bir də var ki, həll olma əmsalında 280 qram duz deyil, məhlul deyil.
280 qram məhlulu belə edəcəksiniz. Duzu x qram işarə edirsiniz. Onda suyum nə qədərdir? 280 çıxılsın x-dir. Deyirsən ki, x bölünsün 2, düsturda yerinə qoyursan 280 çıxılsın x vurulsun 1000 bərabər imiş 400-ə. Buradan birbaşa x-i tapırsınız ki, x neçə qramdır? Duzu x ilə işarə edirsiniz. Onda suyum nə qədər olacaq? 280 çıxılsın x. Yazırsan ki, düsturda yerinə x bölünsün 280 çıxılsın x vurulsun 1000 bərabər imiş 400-ə. Oradan da x-i tapırsınız ki, x neçədir? Ümid edirəm ki, aydın oldu bunlar sizə. Deməli, uşaqlar, daha çox şey eləmirəm. 72 sualdır. 72-si də qalır sizə. Yaxşımı? Yaxşı. İndi keçirik. Qoy izahını edim. Buradan da suallar verəcəm çünki. Həll olan maddənin kütlə payından da görüm neçə dənədir? %54 dənədirsə, 80 dənə də bundan. 72 ondan 80 dənə bundan. Geriyə qalanlarını da bir dəfə verəcəm. Yaxşı? İndi bunu da izah edirəm, həll olan maddənin kütlə payını. Sonra isə bitiririk. Molyar qatlığı gələn dəfə davamı ilə bir yerdə izah edib suallarına baxarıq. Yaxşımı? Oy, qələmim düşdü. Deməli, Müəllimə, birinci bölmədə nə oldu? İkinci bölmədə 80 dənə. bəli. Bildin? 2 hissəyə bölürəm, üç bölmədir. Yaxşımı? İndi gəldik Bəli. faizli məhlulun qatlığı. Məhlulun faizlə qatlığını tapmaq üsullarımıza yəni. Dəqiqən. Boğazım nə oldu? Aha. Faizli qatlıq, yəni həll olan maddənin kütlə payı. Dedik ki, məhlulumuz 2 hissədən ibarətdir. Həll olan maddə və həll edicidən. Omeqamız nədir? Biz dedik ki, KH-ı tapanda həll olan maddəni bölürük həll edicinin kütləsinə, vururuq 1000-ə. Amma burada həll olan maddənin kütlə payını omega ilə işarə edirik. Omega bərabərdir M həll olan maddə bölünsün məhlul vurulsun 100%-dir. Yəni necə? Misal üçün, deyirəm 20 qram duz suda həll edilərək 200 qram məhlul alınır. Bu zaman alınan duzun kütlə payını hesablayın. Həll olan maddə bərabərdir 20 qrama. Məhlul isə bərabərdir 200-ə. Bu zaman necə edəcəyik? Düsturda yerinə qoyaraq 20 bölünsün 200 vurulsun 100. O da eləyir 10%. Və yaxud da deyərəm ki, 40 qram suda 10 qram duz həll edilibdir. Deməli, maddəm nə qədərdir? Maddəm mənim 40-dır. 10 qram sudursa, suyum 10 qramdırsa, məhlulu hesablayanda duz ilə suyu bir toplamalıyam da 40-ın üstünə 10 gəlirəm 50. Omeqanı tapmaq üçün də 40-ı bölürəm 50-yə, vururam 100-ə və cavab alırım. Və yaxud da desəm ki, 200 qram 40% duz məhlulunu almaq üçün lazım olan duzun və suyun kütləsini müəyyən elə. 200 qram 40% məhlul deyirəmsə, deməli 200-ün 40% duzdur. 200-ün 40%-ni tapıram. Eləyir 80. Deməli 80 qram duz var. Suyu tapmaq üçün ya 200-dən 80-i çıxaram, 120 olduğunu bilərəm. Ya da bilməlisiniz ki, duz 40%-dirsə, 60% də sudur. 200-ün 60%-i də eləyir 120 qram duz. Bunların, yəni omeqanın hesablanması bunlardır. Bəs indi omega ilə KH arasındakı düsturum necədir? Omega bərabərdir KH bölünsün KH üstə gəlinsin 1000 vurulsun 100. Misal üçün deyirəm KH-ı 1000 olan məhlulun omeqasını, yəni kütlə payını tap. Gətirib düsturda yerinə qoyarsan, omega bərabər olar 1000 bölünsün 1000 plus 1000 vurulsun 100.
Buradan da omeqanı tapırsınız 50%. Daha sonra deyirəm ki, misal üçün, müəyyən temperaturda həll olma əmsalı 400 qram bölü litr olan duzun 200 qram 20%-li məhlulunu doymuş hala gətirmək üçün minimum neçə qram həmin duzdan əlavə edilməlidir? Baxın, deməli 200 qram 20%-li məhlul. Düzdür? Mən burada tapıram ki, neçə qramı maddədir, neçə qramı sudur. 200-ün 20%-i 40 qram maddədir, 160 qram sudur. Düzdür? Mən indi burada fikirləşməliyəm ki, bizə deyir nə qədər duz əlavə edilməlidir. Yəni x qram duz əlavə edirik. Olur 40 plus x. 40 plus x-i da böləndə suyun kütləsinə həll olma əmsalımız bərabər olubmuş 400-ə. Düsturda bu şəkildə yerinə qoyub x tapıram ki, x-imiz neçədir düstur şəklində. Daha sonra sual kimi bizə deyər ki, 2 mol natrium OH 120 qram suda həll edildi, alınan məhlulda natrium OH-ın kütlə payını tap. Mən bilirəm ki, natrium OH-ın 1 molu 40 qramdır. 2 mol deyirsə vururam 80 qram olur. Suyum isə 120-dirsə 120-nin üstünə 80 gələndə məhlulum olur 200. 80-i bölürəm 200-ə vururam 100-ə. Və yaxud da mənə deyir ki, 100 milli H2SO4 məhlulu, baxın sözlə yazıram, 100 milli H2SO4 məhluludur. Sıxlığımız 1.8-dir, rolumuz. Suda həll edilərək 200 qram məhlul hazırlanır. Deyir, məhlulun qatılığını hesabla. Sən bilməlisən ki, rho bərabərdir M böl V düsturuna əsasən. Mən burada maddənin, yəni həll olan maddənin kütləsini tapa bilərəm. Çünki M bərabərdir rho vurulsun V düsturuna əsasən. Bu 200 qram məhlulun kütləsidir. Ya, o məhlulun kütləsi ilə bu maddənin kütləsini qarışdırmaq olmaz. Rho vurulsun V düsturuna əsasən 1.8-i vururam 100-ə, tapıram maddənin kütləsini. 180 qramı. Düzdür? Deməli, bu 200 qram məhlulun 180 qramı maddə imiş. İndi həll olma faizlə qatlığını tapmaq üçün də 180-i bölürəm 200-ə, vururam 100-ə. O da eləyir 90%. Və yaxud da bizə həzm kimi verə bilər. Misal üçün deyər 44,8 litr H2 suda həll edilərək 400 qram məhlul hazırlandı. Həll olma əmsalını tapın. Sən 44,8 litr H2-sin neçə qram olduğunu tapmalısan. 44,8 litrimiz 2 moldur. 2 molumuz da olacaq 68 qram. 1 molumuz 34-dür. 68-i bölürsünüz 400-ə, vurursunuz 100-ə, tapırsınız. Və yaxud da deyirəm ki, 60 qram duzu müəyyən qədər suda həll etdikdə 200 milli məhlul alınır. Sıxlığım da 1.2-dir. Baxın, bu dəfə mən sizə duzun kütləsini vermişəm. Yəni M bərabərdir 60-a. Məhlulun sıxlığını vermişəm, rho bərabərdir 1.2-yə və məhlulun həcmini vermişəm, V-ni 200-ə. Düzdür? Bu zaman indi mən məhlulun kütləsini tapmaq üçün yazıram ki, M bərabərdir rho vurulsun V. Yəni 1.2-ni vururam 200-ə, bərabərdir 240-a. 60 qramda maddə var idi deyə 60-ı bölürəm 240-a, vururam 100-ə. Bu da eləyir 25%. Daha sonra bunların hamısını bildik. Gələk davamına. Davamında misal üçün deyirik ki, 124 qram natrium 2O, yəni natrium oksid suda həll edilərək 400 qram məhlul alınır. Alınan məhlulda maddənin kütlə payını hesablayın. Siz bilməlisiniz ki, natrium 2O suda həll edilirsə, natrium OH əmələ gələcək. Sən fikirləşməlisən ki, 124 qram natrium 2O-dan nə qədər natrium OH əmələ gəlir? Mən bilirəm ki, reaksiyamız bu cürdür. 62 qram natrium 2O-dan 80 qram natrium OH əmələ gəlir. 124-dən isə X əmələ gələcək. X-imiz olur 160. Deməli, bu 400-ün içərisində 160 qram natrium OH var. Onun da kütlə payını tapmaq üçün 160-ı bölürsən
160'ı bölürsən 400-ə vurursan 100-ə. Bir də bunun əksi olaraq uçub gedən hidrogenə görə olan reaksiyalarımız var. Misal üçün 20 qram kalium H ilə 181 qram suyun həll edilməsindən alınan məhlulun qatlığını hesablayın. Reaksiyanı yazmağı bacarmaq lazımdır. Bu zaman əmsallaşdırmağa ehtiyac yoxdur. Mollar bərabərdir hər bir tərəfi. Sən bilməlisən ki, kalium H-ın kütləsi 40 qramdır. 40 qramından 2 qram hidrogen uçub gedir. Burada isə 56 qram kalium OH əmələ gəlir, amma mənə 20 qram verib. 20 qramından deməli nə qədər kalium OH əmələ gələcək? 28 qram. Nə qədər uçub hidrogen gedəcək? 1 qram. Deməli, mənim məhlulumun kütləsi 20 qramın üstünə 181 qram gələndə olurdu 201 qram. Amma 1 qram hidrogen uçub gedibdi deyə 1-i çıxıram. Qalır məhlul 200 qram. Məhlulum 200 qramdır. Oradakı kalium OH-ım nə qədərdir? 28 qram. Onda 28-i bölürəm 200-ə, vururam 100-ə və neçə olduğunu tapıram. Sonra nəyə gəlirik? Deyirik ki, hər hansı bir məhlulu durulaşdırdıqda, yəni üzərinə su əlavə etdikdə və yaxud da qatılaşdırdıqda, yəni üzərinə məhlulu əmələ gətirən maddədən əlavə elədikdə, bu zaman biz alınan məhlulun omeqasını aşağıdakı düsturla hesablayırıq. Misal üçün, omega son bərabərdir. Yəni, burada necə? Deyirik ki, misal üçün sualı verək. Deyirik ki, bir dənə hesablayım, kəsrlə alınana qədər olmasın. 200 qram 10%li natrium hidroksid məhluluna 300 qram 20%li natrium hidroksid məhlulu əlavə etdikdə alınan məhlulun son qatlığını hesablayın. O zaman necə edəcəyik? Deyirsiniz ki, M1-im 200-dür. Omega 1-im 10-dur. M2-im neçə dedim? 300. Omega 2-mi isə dedim 20. Gətirək düsturda yerinə qoysam, omega bərabərdir. 200 vurulsun 10, üstə gəlinsin 300 vurulsun 20, bölünsün 10 plus 20. Cavab da buradan 10 plus 20 yox, M1, M2. 200 plus 300, yəni 500. Buradan da cavab nə çıxasıdır? Çıxasıdır ki, 2000 üstə gəlinsin 6000 bölünsün 500. O da bərabərdir. 8000 bölünsün 500. Sıfırları atsam 80 böl 5, 16%. Və yaxud da bunları dedik. Və yaxud da desək ki, 200 qram 20%li duz məhlulu üzərinə 50 qram su əlavə edildikdə. Suyun faizi neçədir? 0-dır. Siz bilməlisiniz ki, suyun omegası 0-dır. Çünki suyun tərkibində duz yoxdursa, o 0%-dir deməkdir. Onda düsturumuz belə olacaq. Omega bərabərdir. 200 qram 20%li dediyimə görə 200 vurulsun 20, üstə gəlinsin 50 vurulsun 0, bölünsün 200 plus 50. O da bərabərdir. 220-yə vururam 4000. 4000-i böləsiyəm 250-yə. Buradan da cavabımız neçə çıxasıdır? Yenə 16 çıxır. Və yaxud da desəm ki, 300 qram 20%li duz məhlulundan bu dəfə deyirəm ki, 100 qram su buxarlandıqda, yəni su çıxıb getdikdə onda düsturumuz belə olasıdır. Omega son bərabərdir. M1, omega 1 çıxılsın M2, omega 2 bölünsün M1 minus M2. Yəni, burada da deyəcəm ki, 300 qram 20% dediyimə görə 300-ü vururam 20-yə. Sıxıram 100 qram su dediyimə görə 100 vurulsun 0, bölünsün 300 çıxılsın 100.
Bu da eləyir 6000 bölünsün 200. O da eləyir 30%. Su çıxdıqda çıxılsın qoyuruq, əlavə edildikdə üstə gəlinsin qoyuruq. Bu da oldu bizim bu məsələmiz. Sonra keçirik diaqonal istiqamətində diaqonal üsulu ilə tapılmasını. Qarışdırma məsələləri. Deyirik ki, eyni maddənin iki müxtəlif qatlıqlı məhlullarının qarışdırılması zamanı üsulumuz diaqonal istiqamətində deyirik ki, necə edir? Əgər iki məhlul qarışdırılıbsa və bu məhlulların omeqaları bir-birindən fərqlənirsə, yəni eyni deyilsə, o zaman omega 1-i birinci məhlulu yuxarıda yazır. Omega 2-ni ikinci məhlulu ortada yazır. Hazırlanan məhlulun qatlığını isə, omega sonu isə yazıram ortada. Bu zaman əgər deyirəmsə şərtimdə omega 1 böyükdür omega 2-dən. Omega 1 omega 2-dən böyükdürsə, omega son omega 1 ilə omega 2 arasındadır. Nəticədə omega son da omega 2-dən böyükdür. Buna əsasən çarpaz üsulda aşağıya yazıram. Omega 1 çıxılsın omega son, yuxarıya isə yazıram. Omega son çıxılsın omega 2. Və bu nəzərində də həll edirəm bu üsulu. Yəni necə? Bir misal deyək. Deyir 500 qram 30%li deməli birinci məhlul bu tapdığım bəs nədir? Bu tapdığım odur ki, birinci məhlulun kütlə nisbəti omega sondan çıxanda omega 2-ni, bu birinci məhlulun kütlə nisbətidir. Omega 1-dən omega sonu çıxanda isə ikinci məhlulun kütlə nisbətidir. Gəlin indi bunu məsələ üzərində baxaq, tam başa düşək. Deyirəm ki, 500 qram 30%li. Düzdür. 500 qram 30%li məhluldursa və məhlul almaq üçün 20%li 45 və 45%li məhlulların bir-birində qarışmasından hərəsindən neçənin neçəyə nisbətdə götürməliyəm ki, nəticədə mən cümləni düzgün qurmadım. Təzədən deyirəm, baxın. Deyirəm ki, 20%li və 45%li məhlullardan hərəsindən neçə qram götürməliyəm ki, nəticədə 500 qram 30%li məhlul alım. Deməli, omega 1-im 20-dir, yazıram bura 20. Omega 2-im 45-dir, yazıram 45. Omega sonum da 30-dur deyə yazıram 30. 20 böyükdür, 30 böyükdür. 30 böyükdür. Onda 30-dan 20-ni çıxıram. 30-dan 20-ni çıxanda nə qalır? 10. 45-dən 30-u çıxıram. Nə qalır? 15. 15 ilə onu ixtisar eləyəndə 5 ilə ixtisar gedir deyə yuxarıya 3, aşağıya 2 qalır. Deməli, ümumilikdə 3-2 nisbətindədirlər. Birinci məhlulla ikinci məhlulun kütləsi. 3 ilə 2-nin cəmi neçə eləyir? 5. Deməli, 5-də 3-ü birinci məhluldur. 5-də 2-si isə ikinci məhluldur. Mən indi ümumilikdə 500 qram məhlul almalıyam axı. Bu 500-ün 5-də 3 hissəsi, yəni 300 qramı 20%li birinci məhlulun kütləsidir. 500-ün 5-də 2 hissəsi, yəni 200 qramı isə 45%li məhlula aiddir. Gəlin bu məsələni bir də təkrarlayaq və bitirək. Dedik ki, 20%li və 45%li məhlullardan hərəsindən nə qədər götürməliyəm ki, nəticədə 500 qram 30%li məhlul alım. 20-ni yuxarıda yazdım, 45-i aşağıda yazdım. 30-u da ortada. 20-dən 30-u çıxıram 10, 45-dən 30-u çıxıram 15. Nisbət alıram. Bura 2, bura 3. Deməli, 2-nin 3-ə nisbətdə 3-ün 2-yə nisbətdə götürülməlidir. Cəm olur 5. 5-in 3-də 3 hissəsi birinci məhluldur, ikinci məhlulu isə 5-də 2-dir. Ümumi məhlulum da 500-dür deyə 500-ün 5-də 3 hissəsi eləyir 300. 5-də 2 hissəsi isə eləyir 200. Deməli, birinci məhluldan 20%-lidən 300 qram, 45%-lidən isə 200 qram. Yəni, bu da oldu sizə faizli məhlul. Mənim orada Diaqonal 5 şey, 3 də 2 cəmdə gəldi, hə? Nə?
Orada mən 5 3-dən 2 zəmindən gəldi. Bəli, 5 ilə 3, 3 ilə 2-nin zəmindən gəlir. Bu da oldu Buyurun. sizə diaqonal istiqaməti. Və bitdi.